Salam əziz şagirdlər, mən Elnur müəllim, yenə sizlərlə bərabərəm. Bugün də sizlərə 10 möhtəşəm sualın izahını təqdim edəcəm. Sona qədər izləməyi unutmayın. Həmçinin rəy yazmağı da bizdən əsirgəməyin. Suallarımız möhtəşəmdir. Öndəki videoda qeyd etdiyim kimi fərqi yoxdur. Buraxılış imtahanı gedirsən, blok imtahanı gedirsən, MİQ imtahanı hazırlaşırsan, sertifikasiya olsun, dövlət qulluğu olsun, dəxli yoxdur. Yəni, harada Azərbaycan dili, fənni var, bu sual tipləri sizin qarşınıza çıxa bilər. Ona görə sona qədər izləməyi məsləhət görürəm, tövsiyə edirəm. Baxın, yoldaşlar, birinci sualımızla başlayaq. Demək, deyək, çaydan sözü hansı sözdən əvvəl işlənsə, həm sadə, həm də düzəltmə söz kimi düşünülə bilər. Yoldaşlar, biz bilirik ki, çaydan o zaman düzəltmə olur ki, bu leksik şəkilçi olsun da, çaydan, çanik deyirik ki, çaydan. Çaydan, məsələn, qazın üstündədir və s. Çaydan qaynayır və s. Bir də var deyirəm, məsələn, mən, belə deyək də, dağı aşıb çaydan keçdim. Nədən? Haradan? Çaydan. Aydın olur mu? Həm leksik, həm də qramatı kimi düşünə bilərsən. Yəni, həm sadə, həm də düzəltmə kimi düşünə bilərik. Baxa, yoldaşlar. Çaydan tapmaq. Məsələn, deyirəm ki, mən bu qələmi çaydan tapmışam. Haradan? Çaydan. Dağdan, dərədən yox, çaydan tapmışam. Oldu nə? Sadə söz. Bir də var deyirəm, məsələn, deyirəm ki, mən bugün evi gəzəndə şkafdan bir çaydan tapdım. Çaydan, şkafdan tapmışam. Anam çaydan alır, evə çaydan alıb gətirirlər. Həmin çaydan bilmir ki, hara qoyublar. Elə deyir. Deyirəm ki, məsələn, mən şkafı gəzəndə bir çaydan tapdım. Elə deyir, yoldaşlar, deyə bilərəm, həm çaynik mənasında, leksik şəkildə, həm də çaydan, haradan. Düşünə bilərəm? Bəli. Çaydan keçmək. Sən bunu istənilən halda çıxışlı hal düşürəcəksən də. Deyirəm, məsələn, atlılar çaydan keçdilər. Amma sən çaydan sonra durub, çanik mənasını düşünə bilməzsən axı. Hadi olur mu? Bu yox. Çaydan qayıtmaq. Çaydan qayıtmaq yenə də sən çaydan, dərədən, təpədən qayıtdıq. Sən bunu çani kimi düşünə bilməzsən. Çaydan götürmək, bəli. Deyirəm ki, məsələn, mən bir vedrə suyu çaydan götürdüm. Mən çaydan bir vedrə su götürdüm. Göldən yox, çaydan, axar çaydan. Oldu nə? Çıxışlıq ha, elə deyir. Bir də var deyirəm, mən bugün mağazadan bir çaydan götürdüm. Mağazaya getdim, çaydanımız qırılmışdı, yuyanda salıb sındırmışdıq. Mən getdim mağazaya, bir orada çaydan götürdüm, gəldim. Aydın olur mu? Demək ki, sən həm çaynik mənasında, həm də nə? Həm də çaydan çıxışlıq hal kimi düşünə bilərsən 1 və 4, yəni B variantı. Gələk bir də sonra. Altdan xətt çəkilmiş hisslərdən bir digərlərinə fərqlidir. Baxın, ey müəllim, sən mənə neçə dərs demişsən? Burada demişsən sözü, elə yoldaşlar, bu mış şəkilçidir. Mış şəkil. Sən mənə neçə dərs demişsən? Qısalmış formada demişsən. Diqqət yetirmişsən hər adi başa, yetirmişsən, təbii ki, burada da mış şəkilçidir. Bir aşiq həqiqi demək hər rəva mıdır? Burada sən bunu mış deyəməsən, rəva mıdır? Rəva mıdır? Mı ədatıdır, yoldaşlar, baxın, ədat. Qəlbini taybatay açmışsan, açmışsan, yenə də bu yoldaşlar, mış şəkilçisinin qısalmış formasıdır. Sənə çox can dedim, ey can olub, nə eləmişsən? Bu da yoldaşlar, mış şəkilçisi təbii ki. Hər birisi mış şəkilçisi olduğu halda, artıq burada demək yoldaşlar, rəva mıdır? Artıq orada ədatdır, rəva mıdır, ədatdır. Sabahca yoldaşlar, C variantı fərq bilir. Digər isə mış zaman şəkilçisi və yaxud da hissəcikdir. Yəni, zaman şəkilçisi görürük soxunda. Gələk yoldaşlar, növbəti suala. Demək, gələk növbəti suala. 13-cü suala. Görək bizdən nə istəyir burada. Qaradağın ətəyində yerləşən bu qocaman bağa dərin sükut çökürdü cümləsində təyinlərin ifadə vasitəsi sırasına verilə bilər. Öncə cümlə yoldaşlar təhlil edək. Qaradağın ətəyində yerləşən bu qocaman bağa dərin sükut çökürdü. Ne dedi? Baxın yoldaşlar. Ne dedi? Dərin sükut çökürdü. Nə çökürdü? Sükut çökürdü. Necə sükut? Dərin sükut. Elə deyil. Nəyə köçürdü? Haraya köçürdü? Bağa köçürdü. Hansı bağa? Qaradağın ətəyində yerləşən bağ. Qaradağın ətəyində yerləşən bağ. Sonra bu bağ. Sonra qocaman bağ. Böyle yoldaşlar necə? Təyinlər var da. Təyinlər demək yoldaşlar. Fe'li sifət tərkib edib. Eyni zamanda əvəzlik və sifətdir. Baxın yoldaşlar. Əvəzlik, sifət. Baxın yoldaşlar, əzəl. Burada fe'li sifət götürə bilmərəm. Çünki Qaradağın ətəyində yerləşən ifadəsi
Qaradağın ətəyində yerləşən ifadəsi, yoldaşlar, fe'li sifət tərkibidir. Mənə tərkib desəydi götürə bilərdim. Fe'li sifət götürə bilmədim. Deyir, təyinlərin ifadə vasitəsi sırasında verilə bilər, əvəzli və sifət. Fe'li sifət deyil. Çünki bu fe'li sifət tərkibidir. Tərkib başqa şeydir, əzizlərim. Fe'li sifət başqa şeydir. Ona görə sən biri götürə bilməsin. Cavab olacaq 2 və 3, yəni B variantı. Aydın oldu mu? Sələş növbətiyə. Tədbir əsasən fəxarətlə sözünün xüsusiyyətlərini göstərir. Baxaq. Demək ki, kiçildim vasitəsində görürsünüz bunu. Baxın, yoldaşlar, fəxarətlə necə tələffüz olur? Yoldaşlar, fəxarətlə, elədir? 90 tələffüzünü burada yazıram. Baxın, yoldaşlar, olur. Baxın, olur. Baxın. Fəxarətlə. Gördü əzlərimizə? Fəxarətlə. Demək ki, yoldaşlar, burada nə oldu? Fəxarətlə sözündə, uzanma öz yerində l çevrildi m-ya, bir bu səmdən l əlavə etdində. Yəni, həm səs artımı var, həm də səs dəyişimi var. Səs artımı bir dənə sən n hərfi əlavə edirsən. Səs dəyişimi nə? N hərfi n hərfinə çevrilir. Elə yoldaşlar, baxın. Yazılışı gəlişi arasında 2 fərqli məqam var. Bəli, doğrudur, 2 fərqli məqam var. Vurğusuz son heyecan üzərinə düşür. Fəxarətlə. Baxın, yoldaşlar, sona düşmür, ha. Sondan bir əvvəldədir. Sözdə qarşılığı olmayan 2 samit işlənmişdir. Fəxarət sözündə 2 samit yoxdur. 3 samit var. Biri r-dır. Elə deyil, qarşılığı olmayan r. 2 dənə n hərflərdir, elə deyilmi? 2 dənədir, 3 dənədir. Demək, 3 də səhvdir. Sözdə yalnız açıq saatlə işlənmişdir. Fəxarət sözü bəli, ancaq açıq saatlədir, qapalı saati yoxdur. Doğrudur. Ahəng qanunu pozulmamışdır. Əgər ahəng qanunu pozulmamış, səhvdir. Çünki qalın da var, incə də var, yanlışdır. Sözdə kar və cəngəti samitlərin sayı fərq edir. Baxaq, kar və cəngəti samitləri yoldaşlar baxaq. Demək, f, x, t. 3 kar var, bax. F, x, t, 3 kar var. 3 də cəngətli var da, r, n, n. Fərqli isə səhvdir. Sənin demək, bizə deyək ki, doğru fikir. Doğrunun altında doğru 1, yanlışın altında yanlış 5 və 6. 1, 5 və 6 sənin demək düzgün variantın. Cavab olacaq E variantı. Gələk demək 15-ci suala baxaq burada. Deyir, hansı mürəkkəb söz tərkib hissələrindən biri təsiri hallı isimdir? Üzü ağ. Yoldaş, baxın, bu mənsubiyyət da, onun üzü. Üzü ağ, burada mənsubiyyətdir. Günə baxan gönlük haldadır. Quş üzümü, yiyəlik haldadır, usta mənsubiyyətdir. Bağa yarpağı, yiyəlik haldadır, mənsubiyyət. Toz soran yoldaşlar, toz soran, tozu soran, onu soran. Toz sözü yoldaşlar, qeyri-müəyyən təsiri hallı demək, isim cavab olacaq C variantı. Gələk 16-cı suala. Hansı fikir səhvdir? Təbii ki, bizə yanlış fikir lazımdır, səhv fikir lazımdır. Daha gəlməyəsiniz fe'li arzu şəklində inkarındadır. Gələsiniz, baxın, bunu bilmək üçün bir dənə sən bunu inkara sil, bax, gələsiniz, gələsiniz, gəlməyəsiniz arzu şəkli inkarı, təbii ki, doğru. Oxuyurdusa fe'lində həm idi, həm isə hissəcinin qısa forması vardır. Oxuyurdusa, bəli, oxuyur, idi, isə, bəli. Keçilmək fe'l 2 mənası, fe'l olan amon sözü, bəli, yoldaşlar. Keçilmək sözü 2 də mənası var. Bir ölmə, deyirəm, xəstə keçinilir. Bir də var, deyirəm, bir tər keçinirik də, yəni dolanırıq da. Elə yoldaşlar, bəli. Bağçadakı quşlar gün boyu ötürdü cümləsində fe'l keçmiş zamanında işləmiş ki, quşlar ötürdü, quşlar ötmürdü. Öt sözün kökü dəzlərim, zamandır, d hissəcikdir. Ya da saxlayaq, ümumiyyətlə feillərdə zaman tapmaq ideal variantı sözü inkara çevirməlidir. Ötürdü, bax yazıram, ötmürdü. Baxın yoldaşlar, ötmürdü. İnkardan sonra gələn ilk şəkilçi əzlərim, zamandır. Gördün necə? İlki zamandır, keçmiş zamanda deyil. D variantı sənin yanlış variantın. Yemək sözü həm ismi, həm də feil birləşmənin əsas tərəfi ola bilər. Bəli, yemək sözünü həm sən isim kimi düşünə bilərsən. Məsələn, yazıram ki, qazanda yemək var. Nə var? Yemək var. İsim. Bir də var yemək nə etmək? İsim də ola bilər, feil də ola bilər. Təbii ki, həm isim birləşmənin, həm də feil birləşmənin tərəfi kimi düşünə bilərsən. Sənin səhvin olacaq D variantıdır. Gələk növbəti suala burada. Demək, tabiri mürəkkəb cümlə göstər. Baxın, göstər. Ümumiyyətlə, tabiri mürəkkəb cümləni tapmağın ideal variantı odur ki, biz bilirik ki, harada tabirilik bağlayıcısı varsa əzlərim, orada tabiri mürəkkəb cümlədir. Yəni, tabirilik bağlayıcısının tabiri mürəkkəb cümlədə kənar heç bir yerdə işlənə bilməz.
Birincisi mütləq tabe mürəkkəb cümlədə tabelik bağlayıcısını axtarmalısan. 1. Tabelik bağlayıcısı yoxdursa, özündən əlavə edə bilirsənsə, o da mürəkkəb cümlədir. Əvvəlcə tabelik bağlayıcısını tap. Gördüyün yoxdursa, özündən əlavə etməyə çalış. Tabelik bağlayıcısını əlavə edə bildiyin cümlədə əzizlərim, tabeli mürəkkəb cümlədir. Bax, bunu yaddan çıxarın. Baxaq. Rəşid yaxşı oxuyurdu, ancaq imtahanda zəif nəticə göstərirdi. Bu sadə cümlədir. Oxuyan da Rəşiddir, imtahanda zəif nəticə göstərən də Rəşiddir. Bu sadə cümlədir. Sənin cavabın heç bir halda 1 ola bilməz. Rəşid yaxşı oxumasına baxmayaraq imtahanda zəif nəticə göstərirdi. Rəşid yaxşı oxusa da imtahanda zəif nəticə göstərirdi. Baxın, Rəşid yaxşı oxusa da, görürsən, tabe mürəkkəb cümlədir. Çünki sən birinci cümləni deyib, ikinci cümləni saxlaya bilməzsən də, mütləq ikinci tərəfdə tələb edir. Tabe olduğu üçün, yəni ikinci cümlə, birinci cümlə tabe olduğu üçün tələb edir. Rəşid yaxşı oxusa da imtahanda zəif nəticə göstərirdi. 3. Rəşid yaxşı oxuyurdu, ancaq o imtahanda zəif nəticə göstərirdi. Bu tabesiz mürəkkəb cümlədir. Doğrudur, düzdür. Yaddasan, bu ifadələri harada görürsənizlər, doğrudur, düzdür. Bu ifadələri harada gördünüzsə, bilin, mütləq bu tabe mürəkkəb cümlədir. 3 və 5 dənə tabe mürəkkəb cümlələr. Yerdə qalan nəsə, ya sadə cümlədir, ya da tabesiz mürəkkəb cümlədir. Gələk 18-də. Sillogizm çox rahatdır, sillogizm. Deyək ki, baxaq, qeyri-müəyyən. Deyək ki, qeyri-müəyyən təsiri şallı sözlər həmişə nəsə onun cavab verir. Bunu bildik. İkinci. Xəstənin vəziyyəti düzəlmədiyi üçün yenidən həkim çağırdılar cümləsində həkim sözü qeyri-müəyyən təsiri şallıdır. Qeyri-müəyyən təsiri şallı söz nəsə ona cavab verir. Həkim sözü də qeyri-müəyyən təsiri şallıdır, əzizlərim. Demək, həkim sözü nəsə ona cavab verilməlidir. Demək, bu cümlədə, baxın, demək, bu cümlədə, biz görürük ki, bu cümlədə həkim sözü demək yoldaşlar, nəsə ona cavab verilməlidir. Baxaq. Yaxınlaşdırım. Həkim də söz alır. Baxa görə var mı ələ cavabımızda? Qeyri-müəyyən təsir şallı həkim sözü cümlədə nəsə ona cavab verir. Sən cavabını özləri buxun, bəli, həkim sözü nəsə ona cavab verir. Çünki qeyri-müəyyən təsir haldır. Cavab olacaq C variantı. Gələk 19-cu suala. Qurulanmır sözü təhlil bağlı səhvi tapın. Baxın, qurulanmır sözü. Baxın, qurulan, mı inkarlıq şəkilçi öz saytını itirir, ırda zaman şəkilçidir, əzizlərim, elədir. Qurulanmır sözünün kökü də quru sifəti da, qurula, başla, gözlə. Çünki la şəkilçi adlara qoşulur. Tərkibində 2 leksik, 2 qrammatik şəkilçi var. 2 leksik, 2 qrammatik şəkilçi var. Təbii ki, doğrudur. Sözün kökü sifət başdan forması feildir. Bəli, sözün kökü sifəti başdan forması qurulan feildir. Doğrudur. Feildən gəlmiş feildir. Qurulan. Sözün nədən yarandığını bilmək istəyirsələr, sonuncu leksik şəkilçi hara qoşulubsa oradan yarandı. Elə deyilmi? Qurulamaq feilindən yaranır. Şəkilçilərin 3'ü 2 variantlı, 1'i 4 variantlıdır. Görək 3'ü 2 variantlıdır. 2 variantlı olanlar yoldaşlar, la şəkilçisi olubda. La şəkilçidir. Plusda belə lalə şəkilçisi. En şəkilçisi 4 variantlıdır da. En şəkilçisi ın, plus n'dır da. Bu bunun qısalmış forması. In, un. M şəkilçisi, mesela mamə inkarlıdırlar burada. Baxın. İkisi 2 variantlıdır. La'dan ma şəkilçisi variantlıdır. Ir şəkilçisi də təbii ki 4 variantlıdır. Demək, ikisi 2 variantlıdır, ikisi 4 variantlıdır. 3'ü 2 variantlı değil de, ikisi 2 variantlıdır. La'dan mamə şəkilçisi, biri 4 variantlı değil, ikisi 4 variantlıdır. In şəkilçisi də ir şəkilçisi. Ona görə sənin səhvin olacaq D variant. Aydın olur mu? Buna biz diqqətli olmalıyıq. Elə şimdi növbəti 20-ci suala baxaq burada. Baxaq. Deyək ki, klasserə uyğun gələn sözü tapın. Görək hansı söz uyğun gəlir. Ümumiləşdirici sözdür. Bax, diqqətli olun. Ümumiləşdirici sözdür. Həmciz üzvlərdən sonra gəlir. Yəni, ikinci tərəfdə gəlir. Sadalayıb sonra ümumiləşdirici sözü deyib. İnsan anlayışı bildirir. Baxın. Nə yazın gəlişin, nə təbiətin oyanması heç nə onu sevindirmirdi. Baxın, yoldaşlar. Ümumiyyətlə, heç nə ifadəsi insan anlayışı bildirmir. Elə də yoldaşlar, bu yanlış. İndi böyük də, kiçik də hər kəs Qarabağ arzusuna qovuşdu. Bəli, bax, böyük də, kiçik də hər kəs ümumiləşdirici sözdür. Mən hər kəs deyəndə böyükü də, kiçiyi də, balacanı da, yaşlını da, qocanı da, cavanı da hər kəs, eyni zamanda yoldaşlar, hər kəs insan anlayışı bildirir. Ümumiləşdirici sözdür, bəli. Həmçinin üzvlərdən sonra işlənmişdir, bəli. İnsan anlayışı bildirir, bəli. Sənin cavabın yoldaşlar B variantı. Küçələrə, evlər, yollar hər yan insan anlayışı bildirilir. Çoxdan idi hər kəsdən, hər kəs bu əvvəldə gəlir. Deməli, deyir, axı, sonra gəlsin.
sonra gəlsin, bu əvvəldə gəlib istəmirəm. Müstəntiqlə hadisənin bütün təfərrüatları, yerin sürüşkən olması, sürücünün sürüşkən arxasında yoxlanması haqqında danışdılar və s. Baxın, bütün təfərrüatları, Baxın yoldaşlar, burada insan təfərrüat sözü insan anlayışı bildirilmir. Aydın, ona görə sənin cavabın olacaq B variantı. Belə dəyərli yoldaşlar, 10 sual izahında mən sizə təqdim etdim. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti bir video izahında sizlərdən mütləq görüşəcək. Minnətdarım.